Bizim sonuncu sözümüz, cümlə bu olmuşdu ki, Həzrət Əli buyurmuşdu ki, bu əmsik antariqin izə xiftə zalalətə fə innəl kəffə ində xayrətil zalal xayrun min rukubil əhval. Hər hansı bir işin sonunu zəlalətdə görsən, qorxsan ki, bu işin birdən sonu zəlalət ola bilər, yəni problem ola bilər, o işdə dayan. Sonra buyurur ki, çox hallarda heyrətdə dayanmaq hərəkət etməkdən daha xeyirlidir. Heyrətdə dayanıb qalmaq hərəkət etməkdən daha xeyirlidir. Bunu da ona görə buyurmuşdu Həzrət Əli əleyhissalam ki, çünki insan əgər bir şeyi yəqin bilmirsə və ardıca getmirsə, burada üzürlüdür. Çünki yəqini yoxdur. Amma yəqini olmadan ardıca gedirsə, dayanmaqda xeyri var. Dayanmaqda bilir ki, problem yaşamıram. Bir mənəvi və yaxud da maddi problem yoxdur. Burada bir problem yoxdur. Ona görə də dayanmağı tövsiyə edirlər burada. Amma getməkdə hər hansı bir təhlükə hiss edirsə və yəqinə çatmayıbsa, o səbəbdən də Həzrət Əli əleyhissalam buyurur ki, dayanmağı onun hərəkət etməyindən daha üstündür. Buraya qədər Həzrət Əli əleyhissalam insanın fərdi özünə daha çox lazım olan, öz üzərində işləməsi daha çox lazım olan mövzulara işarə eləmişdi. Amma bu cümlədən sonra artıq Həzrət Əli əleyhissalam keçirməz ictimai məsələlərə. Amma ictimai məsələlərin özündə də insanın özünü kənarda saxlamır. Ümumiyyətlə belə deyil. Bəzən insan hər hansı bir xidməti görür və xidmət işi ilə məşğuldur. Xidmət eləyir, düşünür ki, mən onsuz da xidmət eləyirəm. Yəni, özüm nə olsam da, özüm pis olsam da, özüm misal olaraq deyirəm, namaza riayət eləməsəm də, hər hansı bir qadağan olmuş şeyə riayət eləməsəm də, amma xidmət eləyirəm. Allah bu xidmətlərimə görə mənim üçün keçər. Belə bir məntiq var. Bu xidmətlərimə görə inşallah ki, keçər mənim üçün. Burada məsələ Allahın keçib keçməməyi deyil, bağışlayıb bağışlamamağı deyil. Məsələ budur ki, insan hər tərəfli güc toplamalıdır, bütün cəhətlərdən güclü olmalıdır. Nəticə etibarilə mən yenə burada gücsüzlük nümayiş elətdirirəm, yenə zəiflik nümayiş elətdirirəm. Yəni, mən burada iş düzəltmirəm. Əslində, burada yaxşılıq etmək deyil mənim məsələm. Mənim yaxşı olmaq deyil məsələm. Hər hansı bir işlə başımı qatıram sanki. Belə deyək də, biraz da açıq ifadə ilə desəm, insan özü hər hansı bir fərdi həyatında günah eləyir, səhv eləyir, xəta eləyir. Müəyyən yaxşı işlər də görür ki, vicdanı sakitləşsin. Həzrət Əli əleyhissalam burada bizə çatdırmaq istəyir ki, yox, sizin vəzifəniz vicdanı sakitləşdirmək deyil. Sizin vəzifəniz vicdanı təmiz saxlamaqdır tam olaraq. Qəlbi tam olaraq təmiz saxlamaqdır. Ona görə də buyurur ki, bir tərəfli olmur. Görək, hər ikisi bir-birini tamamlasın. İctimai fəaliyyətlə fərdi kamillik, təkamül bir-birini tamamlamalıdır. O insanlar ki, onların ictimai fəaliyyətləri var, xidmətləri var, zəhmət çəkirlər, amma öz fərdi mənəvi məsuliyyətlərini həyata keçirmirlər, ona fayda verməyəcək. Misal olaraq, insan fikirləşsin ki, mən İmam Hüseyin məclislərində xidmət edirəm. Özümə misal verim, rahat olsun. Mən İmam Hüseyin məclislərində çıxış eləyərək xidmət edirəm. Amma əslində cəmiyyəti İmam Hüseyin əzadarlarına fayda verdim. İndi özüm nə oluramsa da olum. Əhl-i-Beyt deyir, bu yol deyil. Bu düzgün yol deyil. Orada xidmət etməyin səni aldatmasın. O ki, İmam Hüseyin əleyhissalama buyurur, sənə bir yaxşı at verim, sənə yaxşı kəsən qılıncımı verim, amma məni üzürlə bil. İmam Hüseyin əleyhissalam buyurur ki, mənə sənin özün lazım idin. Atlı qılıncımı nə edirəm? Deməli, burada Əhl-i Beytə və yaxud da Allaha bizim göstərdiyimiz xidmətlər lazım deyil. Bir mənalı götürsə əgər, bizim göstərdiyimiz xidmətlər lazım deyil. Bizim özümüz lazımıq. Ona görə də xanım Məryəm səlamül əleyhə haqqında Quran-ı Kərimdə ayə var, buyurur ki, Rəbbin sənin özünü qəbul elədi. Xanım Məryəm səlamül əleyhə özü bir yerə çatmışdı ki, burada artıq əməldən də söhbət etməyə ehtiyac yoxdur. Xanım Məryəm nə etmişdirsə o günə qədər
özünü inkişaf elətdirmişdi, özünü kamil bir həddə çatdırmışdı. Ona görə də Allah buyurur ki, mənə sənin özün lazımsan və özünü qəbul elədim, üzr istəyirəm, özünü qəbul elədim. Quran-ı Kərimdə bir yerdədir. Bir yerdə Allah buyurur ki, özünü qəbul elədim, o da xanım Məryəm haqqındadır. Deməli, Allaha bizim özümüz lazımıq. Özümüz lazımıq. Digər məsələlər özümüzü islah etsək, digər məsələlər bizim, belə deyək də, üzərimizdən məsuliyyəti götürür, xeyr. Özümüzü islah etməyimiz digər məsuliyyətli məsələləri bizim üzərimizdən götürmür. İnsan özü necə xoşbəxt olur? İnsan özü necə islah olur, necə təkamülə çatır? İnsanın təkamülə çatmasının əsas səbəbi, iki prinsipial səbəbi var. Biri budur ki, Allahın əmrlərinə itaat etsin və eyni zamanda digər insanlara da fayda verə bilsin. İndi burada əsas məsələ budur ki, Allahın əmrləri birbaşa belə mərhələli şəkildə deyil ki, əvvəlcə sənin öz üzərində işləyək. Bax, misal, başqa heç bir şeyə başını qatma. Çəkil bir küncə, namaz qıl, oruç tut, zikirlərdir. Fəqət bunları, hələ bunlardan keçək, sonra keçərik ictimai məsələlərə. Çox təəssüf ki, bəzən biz belə düşünürük ki, mənim hələ üzərimdə elə bir məsuliyyət yoxdur ki, mən durum hər hansı bir məsələyə müdaxilə edeyim və yaxud da hər hansı bir ictimai məsələdə mövqe bildirim və yaxud da hər hansı bir fikirdə olum. Biz bu fikirdə oluruq bəzən. Mən namazlarımı qılım, bu mənə bəsdir. Yəni, İslam ümmətinin hər hansı bir problemi yaranırsa, bu növ fikirdə olan insanların, bu növ düşüncədə olan insanların atdıqları səhv addımların nəticəsində yarana bilir. Çünki onlar ancaq özlərinin islahını fikirləşirlər və öz islahlarını da düz fikirləşmirlər. İnsanın islahı həm Allahın əmr etdiyi, vacib etdiyi əmrləri həyata keçirməklə baş verir, baş tutur, reallaşır və eyni zamanda qadağan etdiyi məsələlərdən çəkinməklə reallaşır və ən əsas məsələ insanların cəmiyyətlə davranışları ölçülür. Cəmiyyətlə davranışları. Ən əsas məsələ budur. Ona görə də fikir versək, daha doğrusu, hər birimiz özümüzə də baxsaq və ümumi insanların yaşayış tərzinə də baxsaq, namaz, oruc kimi məsələlərdə namaz qılanlar, oruç tutanlar, namaz, oruc kimi məsələlərdə vardılar, amma ictimai məsələlərdə nizam itir. Münasibət məsələlərində hər şey korlanır. Münasibət məsələlərində yoxdur. Münasibət məsələlərində pozulur. Digər insanlarla münasibətdə. İndi burada gəlir Həzrət Əli əleyhissalam bizə bir məsləhət verir. Xütbənin bu yerində, məktubun bu yerində buyurur ki, "Və'mur bil ma'ruf təkun min əhli." Çox maraqlı cümlədir. Buyurur ki, yaxşılığa dəvət et, əmr et. Yaxşılığa dəvət et, əmr et. Təkun min əhli. Amma şərti budur, şərt nədir bu? Özün də o yaxşılığın əhli olasan. Bir yaxşı ol, bir yaxşı işlərə dəvət elə, heç vaxt pis işə dəvət eləmə, heç vaxt pis işə güzəşt eləmə, heç vaxt pis işə yüngül baxma. Ola bilsin ki, biz cəmiyyətin qohumda, əqrabada, evdə, bir cəmiyyətin diqqəti səndə olsun. Bir cəmiyyətin diqqəti səndə olsun, sən hər hansı bir harama, hər hansı bir qadağan olunmuş işə yüngül baxasan. Yüngül baxdınsa, ola bilsin ki, onların sənin yüngül baxmağından o işi rahat-rahat etmələri yarandı. Əvvəl narahat idilər. Sonra sən ki, yüngül baxdın o işə, onlar rahat-rahat bu işi gördülər. Bir din xadimi danışırdı, deyir, bir yerdə, üzr istəyirəm sizdən, toy idi, cavanlar içki içirdilər, orada bir namaz qılan ağsaqqal vardı, oturmuşdu onların yanında, namaz qılan idi. O da əyləşmişdi orada. Deyir, onlara baxdı, dedi onlara ki, onlar utanırdılar bundan, ki, bu namaz qılandır da, indi toya gəlib. Utanırdılar bundan. İçmək istəmirdilər, biraz gizlin içirirlər bunun yanında. Deyir, baxdılar, dedim, mənə görə narahat olmayın, siz işinizdə olun.
Bu artıq onlara son dərəcə, belə deyək, nəfslərini ərkunlaşdırdı, onlara son dərəcə rəvac verdi. Deməli olar. Namaz qılmıramsa olar. Təsəvvür edin, insanların düşüncəsində belə bir fikir, düşüncələr belə işləyir. Deməli, mən namaz qılmıramsa, oruç tutmuramsa, mən ibadət əhli deyiləmsə, məni olar. Amma o işi namaz qılanda görsələr, başlayırlar qınamağa. Deyir, sən namaz qılırsan, niyə bu işi görürsən? O düşünür ki, namaz qılanda olmaz bunlar, namaz qılmayanda olar. Bəzi işlər var ki, onlar namaz qıldığın halda da etsən, böyük cinayətdir. Namaz qılmadığın halda da etsən, böyük cinayətdir. İzah edə bilirəm. Amma insanlar belə düşünürlər. Belə düşünmələrini Allah eləməsin ki, biz səbəb olaq. Biz səbəb olaq ki, insanlar belə düşünsünlər. Ona görə Həzrət Əli əleyhissalam buyurur ki, bir, yaxşılığı əmr et, amma nə vaxt bu əmrin, bu sözün fayda verəcək? Onda ki, sənin özü bu əmr etdiklərinin arxasında bir əməl sahibi görsələr, onda faydalı olacaq. Sənin özü də bu belə görməlidirlər. Ümumi olaraq, alimlər deyirlər ki, əmr və məruf əsasən sözlə deyil. Əmr və məruf sözlə deyil. Əmr və məruf birinci hərəkətlə başlamalıdır, əməllə başlamalıdır. İnsanlara əməli şəkildə göstərməlisən. Neçə gün bundan öncə qarşıma çıxdı, sosial şəbəkələrin birində. Yadımdan çıxıb harada gördüm, Facebookda ya TikTokda, bilmirəm. Birində gördüm amma. Deməli, bir ölkədə istəyirlər ki, şagirdlər oxusun, şagirdlər kitab oxusunlar, müəllimlər sözləşirlər, yığışırlar zəng vaxtı, tənəffüs vaxtı yığışırlar koridora, otururlar, müəllimlər studi qoyurlar, başlayırlar kitab oxumağa. O şagirdlər ki, kitab oxumurdular, onlar baxırlar, bunlar kitablarını götürüb gəlirlər, bunlar da oturur müəllimlərin yanında, başlayırlar kitab oxumağa. Bundan şagirdləri kitab oxumağa təşviq edirlər. Deməli, insanlar sözə yox, daha çox sözə yox, daha çox əmələ meyillidirlər. Bütün insanların əsasən baxdıqları əməldir. Deyirlər, sən nə qədər danışsan da, nə qədər söz desən də, insanlar əmələ baxırlar, yaşayışa baxırlar. Ona görə Peyğəmbəri Allah, Peyğəmbərləri seçimindən danışanda buyurur ki, sizin içinizdən Peyğəmbəri seçdik. Yəni, bu deyəcəyi sözləri sizin içində yaşayan biri deyir. Sizinlə eyni havanı udur, sizinlə eyni coğrafiyada yaşayır və sizinlə eyni, belə deyək, bioloji quruluşa malikdir. Baxmayaraq ki, sizinlə eyni bioloji quruluşa malikdir. Amma o, bu dediklərini həyata keçirən adamdır. Yəni, sizə bu adam söz deyir, əməl eləyən adam söz deyir. Niyə görə onu dinləmirsiniz? Niyə görə ona qulaq asmırsınız? Ona görə gəlir sonuncu Peyğəmbər haqqında danışanda Quran-ı Kərimdə Kəhf surəsinin axırıncı ayəsi olmalıdır. Buyurur ki, Qul innəmə ənə bəşərun mislukum. İnsanlar bəzən bu cəmiyyətdə də var, bizim cəmiyyətdə də. Deyir, mən Peyğəmbər deyiləm ki, mən imam deyiləm ki, bu fikir var. Bu, hər hansı bir əməldən, hər hansı bir məsuliyyətli işdən qaçmaq üçün deyir ki, mən Peyğəmbər deyiləm ki, mən imam deyiləm ki. Ona görə Allah bu təfəkkürün, bu düşüncənin qarşısında Quran-ı Kərimdə Peyğəmbərə buyurur ki, de onlara. Qul innəmə ənə bəşərun mislukum. Mən də sizin kimi bir dənə bəşərəm. Yəni, mən də yatıram, yeyirəm, içirəm, mənim də yorulmağım var, mənim də dincəlməyim var. Siz deyə bilməzsiniz ki, mən Peyğəmbər deyiləm. Yəni, mən də əslində sizin kimi bir bəşərəm. Bu işlər məni də yora bilir, bu işlər məni də zəhmətə sala bilir. Amma mən bununla, bu işlərin zəhmətə salması ilə yanlış, mən bu Allahın əmrlərini icra eləyirəm. Peyğəmbərə niyə görə bu sözü Allah buyurur ki, de onlara? Yəni, şişirtməsinlər səni. İbrahim Peyğəmbər gəlib deyəndə onlara ki, mən Peyğəmbərəm, mən Peyğəmbərəm. İbrahim Peyğəmbərə deyirlər ki, necə Peyğəmbərsən sən? Peyğəmbərsənsə, Peyğəmbər buludlardan yuxarıda olmalıdır. Peyğəmbər adı insanların içində yaşamamalıdır. Bugün də insanların nəzərində, insanların düşüncəsində, əksər müsəlmanların düşüncəsində Peyğəmbər qeyri-adiləşdirilib. İnsan iki dəfə ilahi şəxsiyyəti iki baxışda ziyan çəkir. Bir, həddən artıq çox müqəddəsləşdirəndə yolu bağlayır. Deyir, o çox müqəddəs, orada çatmaq mümkün deyil. Fikir versəz, əksər din xadimləri
bu sözü işlədirlər. Deyirlər ki, o övliyalardır, biz onlar kimi ola bilmərik. Onda niyə danışırıq ki? Əgər biz onlar kimi ola bilməyəcəksə, daha doğrusu bizim onlar kimi olmaq potensialımız yoxdursa, onda danışmağın heç bir əhəmiyyəti yoxdur. Heç bir mənası yoxdur. Bircə Hacı idi, deyirdi ki, Allah ruhunu şad eləsin. Hacı deyirdi ki, and olsun Allaha, hər kəs desə ki, mən Əbəlfəz ağa məqamında ola bilmərəm, Allaha şərik qoşub. Bircə o kişi bu cəsarət eləyir. Çünki Əbəlfəz ağanın varlığı cəmiyyəti Əbəlfəz xarakterli eləmək üçün deyil. O bunun üçündür. İmam Hüseyin əleyhissalamın varlığı cəmiyyəti İmam Hüseyin xarakterli eləmək üçündür. Ona görə Peyğəmbər gəlir o çətin dövrdə. Peyğəmbərin biraz da fürsəti olsaydı, daha çox Səlman yetişdirə bilərdi. Çünki Peyğəmbərin fürsəti olmadı cəmiyyətin ta şəxsi münasibətlərdə çox işləyə bilsin cəmiyyətdə. Çünki İslam tezə gəlib, İslamın əvvəlləridir, müharibələr, sıxıntılar, maddi, mənəvi yoxsulluqlar, bütpərəstlikdən yeni bir dövrə qədəm qoymaq, ona görə də fürsət yoxdur. Amma o fürsətsizliyin içində Peyğəmbər bir nəfər yetişdirir, buyurur ki, Əs-Səlmanu minna əhl-i-beyt. Gəldi, çatdı bizə. Peyğəmbər bunun üçün gəlir. O fürsətsizlik. Əgər Peyğəmbərin fürsəti olsaydı, Peyğəmbər bir çoxunu Səlman vəziyyətinə götürüb gəlib çatdıracaq. Fürsəti olmadı. Ona görə gəlir, minna əhl-i-beyt bir kəsə aid olur. O da Səlman olur, misal üçün. Səlman da o fürsətdən, o bilir ki, bu fürsət həmişə ələ düşməyəcək. Bu fürsətləri qənimət bilmək lazımdır. Həmişə ələ düşməyəcək. Ona görə də maksimum Peyğəmbərdən faydalanır. Maksimum Peyğəmbərdən faydalanır, gəlir nə olur? Özünü qoşa bilir əhl-i beyt. Əs-Səlmanu minna əhl-i-beyt. Gəlib Səlmana deyəndə ki, Həzrət Səlmana deyəndə ki, çağırırdılar onu Səlman Farsi. Dedi, mənə Səlman Farsi çağırmayın. Mən artıq milliyyətim də itim mənim üçün. Məni Səlman Muhəmmədi çağıranda. Təsəvvür edirsiniz, bu yer qarışmışdı onlara. Bu yerə gəlib çatmışdı. Kim desə ki, mümkün deyil. İnsanlar iki vaxt səhvə yol verirlər. İki yanaşmada. Bir, həddən artıq müqəddəsləşdirəndə inkişaf eləyə bilmirlər. Başlayırlar, bir budur ki, ad qoyurlar, yox, o çox böyük bir şəxsiyyətdir. Biz Mir Mövsüm ağa ola bilmərik. Biz Mir Mövsüm ağa ola bilmərik, ona görə deyir ki, pulundan çox xərcləməz. Misal olaraq deyirəm. Biz Həzrət Əli ola bilmərik, ona görə deyir ki, biz Həzrət Əli ola bilmərik. Bəli, Həzrət Əli bir nəfərdir. Amma biz Həzrət Əli kimi ola bilərik axı? İzah eləyə bilirəm. Biz Həzrət Əli ilə birgə ola bilirik axı? Bu yol açıqdır. Yolu bağlasan da vəssalam. Çox müqəddəsləşdirir və sonra çata bilmir. Ya bunu bilərəkdən edir, ya da bilməyərəkdən. Hər ikisi mümkündür. Və yaxud da həddən artıq gəlir, çirkin həyat tərzi yaşayır. O müqəddəsliyi sındırır ki, ona deyə bilməsinlər ki, sən inançlı insansan, dindarsan, sən Quranla danışırsan, niyə görə bunlara oxşamırsan? Deyir, saxta, o ancaq mifdir, başqa bir şey yoxdur. Başqa bir şey deyil. O saxtalaşdırılmış, şişirdilmiş bir şeydir. Belə insan belə yaşayıb, belə mümkün deyil. Bir də buna görə ya bilməyərəkdən eləyənlər var bunu və yaxud da bilərəkdən bunu eləyənlər var ki, özü ki inkişaf eləyə bilmir və din adıyla istifadə eləyir, insanları manipulyasiya eləyir, insanları çaşdırır, insanları azğınlığa tərəf din adıyla aparır. Ona görə müqəddəsliyi silir ki, özü naqis həyat tərzi yaşayır axı, nöqsanlı həyat tərzi yaşayır axı. Ona deyən olmasın ki, niyə görə sən Peyğəmbər kimi deyilsən, axı Qurandan danışırsan. Bu da belə eləyir və yaxud da bilmərəkdən də eləyə bilirlər bunu. Misal olaraq səhvsiz insan yoxdur ki, bu çox acınacaqlı bir yanaşma tərzidir. Necə səhvsiz insan yoxdur? Səhvsiz insan var, Peyğəmbər səhvsizdir. Əgər səhvsiz insan olmasaydı, bütün yaradılmış insanlar, indi Peyğəmbər deyək, imam deyək və yaxud da adi insanlar, bütün insanlar səhvsiz olmuş olsaydı, onda heç kimdən düzlük tələb eləməyin heç bir mənası yox idi. Görürsünüz necə sınır? Deməli, belə eləyək, səhvsiz insan var. Mən o səhvsiz insana nisbətən nə qədər səhvli və səhvsiz yaşayıram. Bax, məsələ belə olma. Onu təyin etmək lazımdır. Deməli, dedik, insanlar ya çox müqəddəsləşdirirlər, çata bilmirlər və yaxud da müqəddəsliyi sındırırlar, çata bilmirlər. Hər ikisi səhvdir. Müqəddəslər olduğu kimi müqəddəsdir. Həzrət Əli olduğu kimi müqəddəsdir. İmamların tarixində də olub belə. İstəyir onu Allahlaşdırsın. İstəyir onu Allahlaşdırsın.
İmam Səccad əleyhissalamın səhv eləmirəmsə hədisidir. İmam Səccad buyurur ki, danışdıq, bizə Allah dedilər. Danışmadıq, paxıl dedilər bizə. Dərhal o qədər müqəddəsləşdirir ki, getmək mümkün olmasın o tərəf. Bir də bunu deyəcək, bircə bunu deyəcək axırda ki, yox, o başqa bir insanda oraya çatmaq mümkün deyil. Heç kim deməyib, mən Həzrət Əli olacam. Bir alim haqqında deyirlər, məşhur bir misaldır. Mən də dildən dilə eşitmişəm bunu. Oğlu ona deyir ki, oğlundan soruşur ki, nə olmaq istəyirsən, kim olmaq istəyirsən, üzr istəyirəm, kim olmaq istəyirsən? Deyir ki, atasına ki, Cəfər Sübhani haqqında deyirlər, din xadimlərindən eşitmişəm, mən də danışırlar. Deyir ki, bəs Cəfər Sübhani. Deyir, onda səndən heç olmaz. Deyir, mən Cəfər Sadiq olmaq istəyirdim, gəldim Cəfər Sübhani oldum. Sən Cəfər Sübhani olmaq istəyirsən, səndən nə olacaq? Fikir verirsiniz, kiçik hədəf götürəndə, başa salmaq istəyirəm ki, sən kiçik hədəf götürmüsən də, formaya bağlanmısan, sən daha müqəddəslərdən götür. Müqəddəsliyin yolu açıqdır, gedə bilərsən. Həzrət Əli əleyhissalam burada bizə buyurur ki, həm birinci yaşayın, birinci yaşamalısınız, bu deyəcəklərinizi yaşamalısınız və eyni zamanda yaşadıqlarınızı bölüşməlisiniz. Yenə deyirəm, bu belə bəzilərinin təbliğat üslubuna çevrilməməlidir. Niyə filan ayağı belə qoydun, niyə əlvi belə qoydun, niyə belə? Yox, bizim yolumuz tam başqa yoldur. Bizim yolumuzda məcburiyyət yoxdur, bizim yolumuzda saxta təbliğat yoxdur, bizim yolumuz çox şəffaf yoldur. Bizim yolumuzda belə bir şey yoxdur ki, məcbur eləyək evladımızı, qızımızı ki, başı bağla, məcbur eləyək evladımızı ki, namaz qıl. Bizim yolda məcburiyyət yoxdur. Biz Quranı əsaslanırıq, Əhl-i Beyti əsaslanırıq. Bizdə belə şeylər yoxdur. Bunlar saxta təqdimatlardır. Və bir dəstə də durub düşsün ortaya ki, uşaqları məcbur eləmək olmaz. Bizim yolumuz elə şəffaf yoldur ki, Əhl-i Beyt bizim üçün elə bir, belə deyək, yol cığır açıblar ki, bizim uşaqlarımız bizi məcbur edirlər ki, bizim üçün hicab al, bizə namazı öyrət. Bizim yolumuz belə yoldur. Bizim yol belədir. Bizdə məcburiyyət yoxdur. Və dinin əsas qaydası budur. Kaş dünyada saxta demokratiya yaranmayaydı. İnsanlar Quranın yaratdığı demokratiyanı görərlər, azadlığı görərlər ki, əsl azadlıq nə deməkdir. Sadəcə bu saxta demokratiya yaranıb, bu ifadələr yaranıb, saxta azadlıq yaranıb deyə Quranın şəffaf azadlığı gedib sual altına. İndi gəlib Quran olub zoraki bir hökmlü kitab, amma bunların demokratik qayda qanunları olub bir dənə çox azadlıq, halbuki biri abırsızlıqdır, amma əsl azadlıq birinci idi. İkinci abırsızlıqdır, ikinci həyasızlıqdır, ikinci ədəbsizlikdir, ikinci saymamazlıqdır. Amma birincidə azadlıq var, birincidə sağlam azadlıq var. Amma azadlıq belə azadlıqdır ki, bu azadlığın içində hamının azadlığı qorunur. Amma ikincinin təqdimatında olan azadlığın içində isə şəxsi öz liberallıqdır, öz azadlığın qorunur, digərlərinin azadlığı maraqlı deyil. Şəxsi öz maraqları müdafiə olunur, digərlərinin maraqları müdafiə olunmur. Fikir verirsiniz, nə qədər dəyişib. Amma və bir dəstə də ortaya çıxıb, belə deyək, qaraçı müsəlman da demək istəmirəm, qaraçı dırnaq içində müsəlmanlar, onlar da bir dənə saxta din təqdim ediblər. Bunlar da istinad eləyəndə ora istinad eləyirlər ki, baxın, bu da İslam. Görürsünüz, problem buradadır. İndi bizim öhdəmizə düşən məsələ budur. Həzrət Əli əleyhissalam bizə buyurur ki, niyə görə? Bunu da deyimsə çox maraqlıdır. Bugün düşünmüşəm, həm də ləzzət eləyib mənə bu, düşünüb bu aldığım nəticə. Niyə görə zülm, kafir, qeyri-müsəlman, müsəlmanla bacarmır? Çünki nə qədər qeyri-müsəlman azadlıqdan danışsa, gözəllikdən danışsa, üzr istəyirəm, düzlükdən danışsa, ədalətdən danışsa, amma o öz yaşayışı ki, çox saxta yaşayışdır, heç vaxt ortaya ədalətli bir yaşayışı qoya bilmir. Heç vaxt ortaya düzlüyü qoya bilmir. Çünki öz yaşayışı çox əyri yaşayışdır. Niyə görə İslam inkişaf eləyir? Niyə görə İslam ucalır? İslam tərəfdarları həmişə hər tarixdə ucu olublar, şəxsiyyətli olublar. Hətta öz düşmənləri tərəfindən belə təqdim olunublar, tərif olunublar. Çünki o dediyi ədalət, həqiqi ədalətdir. Bu ədaləti yaşayaraq deyir.
Bu ədaləti yaşayaraq deyir və bu düzlüyü yaşayaraq danışır. İnsanlar da əmələ baxırlar. Biraz əvvəl qeyd elədim. İnsanlar da yaşayışa baxırlar. İnsanlar yaşayışa baxdıqları üçün təyin eləyə bilirlər ki, hansının sözü düzdür, hansının sözü düz deyil. Hansının sözü saxta sözdür, hansının sözü əməldən doğan sözdür. Və təbliğatın əsas bünövrəsi bunun üzərində qurulmalıdır ki, mən yaşamışam, onda ləzzət edir. Onda qarşı tərəfə də fayda verə bilirsən. Mən yaşamışam bu ləzzəti. Misal olaraq, mən namazdan ləzzət almışam, sənin ləzzətsiz qalmağı istəmirəm, ona görə deyirəm sənə, izah eləyə bilirəm. Mən bu düz həyata, düz cığıra girə bilmişəm, sənin əyri cığırda getməyi ürəyim dözmür, ona görə mən sənə deyirəm. Əgər bu niyyətli olsa və bu prinsipli olsa, qarşı tərəfə daha çox təsir qoya bilir. Ona görə İmam Sadiq buyurur ki, qəlbdən çıxan söz, dildən çıxan söz qulağa dəyir, ürəkdən çıxan söz ürəklərə toxunur. Bu mühüm məsələdir. Allah rəhmət eləsin, mərhum Hacını Əlinin sözü o demişdi, çox möhtəşəm söz demişdi. Əli demişdi ki, Hacı yaşayışı ilə hər birimizin qəlbimizə, həyatımıza toxuna bildi. Bu mühüm məsələdir. Mərhum Hacı üçün demişdi, Əli müsahibədə çox əla söz idi. Niyə görə toxuna bilir? Çünki yaşayır və eyni zamanda yaşadıqlarını, aldığı ləzzəti görür ki, cəmiyyət bu ləzzəti ala bilmir. Ürək yandırır onlar üçün. Axtarır, qazıyır, təhlil edir, bir yol axtarır ki, onları da bu ləzzətə götürüb gəlib çatdırsın. Nəinki mövzuya. Bir çox danışanların ən ciddi problemi burada olur ki, biz danışanların ən çox ciddi problemi burada olur ki, biz insanları mövzuya götürüb gəlirik. Amma ariflər isə insanları yaşayışa götürüb gəlirlər. Ləzzətin özünə götürüb gəlirlər. Fikir verirsiniz, arifi görürsən, arifi çatırsan, Allah övliyasını görürsən, elə bilirsən ki, sən neçə il paş yaşayan adamsan, ləzzət başlayır onu görən kimi. Elə deyil. Deməli, onların əsas işi budur. Əli Əleyhisselam da bizdən bunu istəyir. Buyurur ki, və'mur bil ma'ruf, yaxşılığa dəvət eləyin və özünüz də o yaxşılığın əhli olun. Yəni, əgər yaxşılıq olmasa, əməl olmasa, yaşayış olmasa, sözlər təsir qoymayacaq. Sözlər təsir qoymayacaq. Və o insanlar ki, vicdanları da var və düşünə də bilirlər, düşüncələri də var. Amma fürsət də axtarırlar ki, biraz da bu əyri həyatı yaşaya bilsinlər. Sənin nöqsanlı əməlvi görən kimi başlayır, deyir, budur da yəni. Belə olmaqdansa, heç din adında üzərimə götürmərəm. Din adında üzərimə götürmərəm, mən öz bildiyim kimi yaşayıram, ürəyin də təmiz olsun və salam bununla da bitir gedir. Və nəticədə əziyyət çəkirlər adamlar. Həzrəti Əli əleyhissalam bizə ona görə buyurur ki, və'mur bil ma'ruf təkun min əhli. Elə yaxşılığa dəvət elə ki, o yaxşılığın əhli olasan. Bu əhlini qısa olaraq izah edeyim, bir ayəni dediyim yekunlaşdırım. Yaxşılığın əhli olasan, yəni nə? Bir var ki, insan arada bir yaxşılıq eləyir, keçir gedir. Misal olaraq adamlar var ki, bir dəfə Kərbəlaya gedirlər. Bir dəfə. Deyir, gedim oranı görüm, İmam Hüseyin hərəmini görüm. Pis deyil. Amma bir dəfə Kərbəlaya gedir və sonra heç onu arzulamır da. Çox həvəsli də deyil tezdən getsin. Yenə başlayır öz yaşayış tərzini davam eləməyə. Öz köhnə həyatını davam eləməyə. Amma bəzi insanlar demək olar ki, hər gün Kərbəlaya gedirlər. Ya şəraitləri yaranır, hər il ziyarətə gedirlər. Fiziki olaraq da ziyarətdə olurlar. Ya da əlləri çatmayanda evlərində hər gün Kərbəla həsrəti çəkərək yaşayırlar ki, kaş adam oraya gedərdi. O ki, Əli əleyhissalam biri buyurur bizə ki, əhli olun. Bax, bu ikinci sırada dayanan insanlar Kərbəlanın əhlidirlər. Birinci sırada olanlar Kərbəlanın əhli deyil. Kərbəlaya gedib, görüb, qayıdıb, amma Kərbəlanın əhli deyil. Kərbəlanın həsrətini çəkməyən Kərbəlanın əhli ola bilmir. İndi bizə Həzrət Əli əleyhissalam buyurur ki, siz əhli olun. Əhli olun, yəni nə? Namazın əhli olun. Namaz qılmayan vaxtda da ola bilər, insan bir vaxt namazını yüngül qıla bilər, gücü çatmaz, bir vaxt yaxşı qıla bilər. Namaz üçün ürəyin yansın. Əhli olmadığın şeyləri təbliğ eləsən, özün əhli olmasan, onda ziyan verəcəksən. Çalış
əhli olasan. Misal üçün, imamlar haqqında deyə bilərik ki, onlar mübarək Ramazan ayının əhli idilər. Misal üçün, imamlar, Peyğəmbər Rəcəb və Şəban ayının əhli idilər. Onlar Rəcəb və Şəban ayında bircə orucu görməmişdilər. Onlar Rəcəb ayının özünə vurulmuşdular. Misal olaraq, mən bu misalları çəkirəm ki, sizin gözünüzün qabağında olub, rahat olsun bu misal. Hacı Rəcəb ayından elə danışır ki, o Rəcəb ayında oruç tutmasa da, baxırsan ki, elə bir Rəcəb ayı bunun üçün gəlib. Bunun üçün gəlmişdi Rəcəb ayı. Ona baxırsan, başa düşürsən ki, Rəcəb ayı niyə görə gəlmişdi. Ona baxırsan, başa düşürsən ki, Şəban ayı niyə görə gəlmişdi. Şəban ayı gəldi, öz əhlini tapdı. İmam Səccad əleyhissalam mübarək Ramazan ayından ayrılanda vidanı hər biriniz bilirsiniz də. İmam Səccad əleyhissalam Rəcəb mübarək Ramazan ayı ilə necə vidalaşır. O vidada cümlələrə baxırsan, elə bilirsən ki, İmam Səccadın övladını qoparıb ayrılırlar ondan. Elə bilirsən İmam Səccadın belə deyək, anası ilə bir ayrılıq mərhələsi, İmam Səccadın ən yaxın dostunu qoparıb ayrılırlar ondan. Niyə görə belə cümlələr ortaya çıxır? Çünki Rəcəb mübarək Ramazan ayı getsə də həsrəti qalır İmam Səccad əleyhissalamın ürəyində. Niyə görə? Çünki mübarək Ramazan ayının əhlidir İmam Səccad əleyhissalam. Bizə də deyirlər ki, Həzrət Əli əleyhissalam bizə buyurur ki, yekunlaşdırdığında, çox yormayayım sizi, Həzrət Əli əleyhissalam bizə buyurur ki, əmr bi məruf eləyəndə əmr bi mərufun əhli olun. Əhli olun, sonra eləyin. Ona görə Peyğəmbərimiz insanların içində deyəcəklərini əvvəlcə yaşayır, əvvəlcə bunların hamısını yaşayır və yaşayandan sonra danışır. Və artıq eşidənlər üçün bəhanə qalmır əməl etməməyə. Ya düşmənçilik edib, inkar edərək sıralarını bəlli etməlidirlər və yaxud da bu kişinin yoluna düşüb bununla birgə addımlamalıdırlar. Görürsünüz, Peyğəmbər bunu yaşadığı üçün. Quran-ı Kərim də bizə buyurur ki, o ümmətdən olun ki, onlar yalnız xeyrə dəvət edirlər, yaxşı işlərə çağırırlar. Yaxşı işlər də bildiyimiz kimi yalnız və yalnız əməllə həyata keçir. İmam Hüseyin əleyhissalamın əzadarlığında İmam Hüseyin əleyhissalamın əzadarlığı niyə görə çox cəzzablığı var? Çox cəlbedicidir İmam Hüseyin əzadarlığı. Hər biriniz bilirsiniz də bunu. İmam Hüseyin əzadarlığı çox cəlbedicidir. Kərbəla çox cəlbedicidir. Yaxşı, hamımız bilirik də bunu. Çox cəlbedicidir. Kərbəla kimi cəlbedici ikinci bir müqəddəs yer yoxdur dünyada. İkinci bir müqəddəs yer yoxdur. Niyə görə? Çünki Kərbəla tam olaraq əməllə qurulub. Tam olaraq. Ona görə cəlbedicidir. Kərbəla niyə görə daha çox ürəyimi məhəbbətlə çəkə bilir? Çünki Kərbəlada addım atan hər kəs məhəbbətlə addım atıb. Hər kəs sevgi ilə addım atıb. Orada sevgisiz addım atan olmayıb. Ona görə cəlbediciliyi çox güclüdür. Cəzzablığı cəzb etməyə çox güclüdür. Çünki məhəbbətlə, sevgi ilə addım atıblar. Kərbəlanı sözlər yaratmayıb, Kərbəlanı əməl yaratıb. Əməl yaratdığı üçün cəlbedicidir. Biz həyatımızda özümüzlə bağlı və digərləri ilə bağlı hər hansı bir məsələdə, hər hansı bir mövzuda əməllə addım atsaq, əməllə çağırış eləsək, əməl digər insanları dillə çağırmaqdan daha çox faydalıdır, daha çox xeyirlidir və kim istəyir islah olsun, kim istəyir nəfsini islah eləsin, təkcə namaz, orucla keçməyəcək, bitməyəcək və dinin yolunda görək tam, gündəlik, hər gün dinin məsuliyyətini daşıyasan, dinin hər gün qeyrətini çəkəsən, insanların günaha getmələrinin hər gün qeyrətini çəkəsən ki, necə oldu günaha getdi, hər gün yol fikirləşəsən, tanıdığın insanlar üçün hər gün bir proqram çizasan, hər gün can yandırasan ki, onda insan onsuz da heç nə eləyə bilmir. Sənin can yandırdığın üçün Allah sənə yol göstərir ki, özünə və digər insanlara yol göstərib onları xoşbəxt eləyə biləsən. Əks halda mümkün olmur, evdə evladlarımızla da belədir. Nə qədər onların qarşısında hansı simada olacaqsa, onlar da həmin simada böyüyəcəklər. Hansı simada bizi görməyəcəklərsə, sözünü eşidəcəklərsə, onlar həmin simadan, həmin sözlərdən yorulacaqlar və o simaya meyl eləməyəcək. Danışdığımız sözlə yaratdığımız simaya heç vaxt tərəf gedə bilməyəcəklər. Allahdan istəyirəm ki, Allah
bizi Peyğəmbər və Əhl-i Beytindən ayrı salmasın, yaşayışımızı onların yaşayışı kimi qərar versin, ölümümüzü onların ölümü kimi qərar versin. Bu gecə İmam Zaman əleyhissalamın mövlud gecəsidir. Hər birinizə təbrik edirəm. Mən özüm neçə illərdir fikirləşirəm ki, adam öz imamı ilə münasibət qura bilmir, adam öz imamı ilə şirin münasibət qura bilmir. Düzdür, imamın zuhuru bizim əlimizdə deyil. Düzdür, imamın zuhuru bizim əlimizdə deyil. İmam nə vaxt zuhur eləyəcək, onu Allah bilir. Amma bir məsələ var. Bunu elə sizlə bölüşümdə, bu dərsdən kənardır. İmamın zuhuru bizim əlimizdə deyil. Amma imamla görüşmək bizim əlimizdədir. Necə ki, bizdən öncəki alimlər yaşayıblar, rahatdır bunu demək, üzr istəyirəm, amma mənəvi cəhətdə mənim üçün ağırdır bu sözləri işlətmək, çünki böyük bir şəxsiyyət işlətsin görə bu sözləri. İmamın zuhuru Mərəşi Nəcəfin də əlində deyildi. Heç zuhuru görmədən dünyasını dəyişdi. Amma imamın özü ilə görüşüb dünyasını dəyişdi. Fikir verirsiniz, Seyyid Əli Qazi kimi şəxsiyyətlər və bunların simasında zuhur bizim əlimizdədir, amma imamla görüş bizim əlimizdədir. Bu mühüm məsələdir. Biz ancaq imamla görüşü zuhura saxlayırıq. Ona görə də müddət biraz məsafə uzanır, əməllərimizi nizamlaya bilmirik. Amma biz görüşü yaxınlaşdıra bilərik. Zuhurdan qabaqki görüşü yaxınlaşdıra bilərik. İnsan imamla çox yaxından münasibət qura bilər. Və hər bir müminin, hər bir inanclı insanın haqqıdır ki, imamla yaxından münasibət qura bilsin. Və bu da insanın özündən asılıdır. Bu artıq ilahi təqdirat deyil. İlahi təqdirat yalnız imamın zuhuruna aiddir. İmamın görüşünə isə hər kəs üçün qapı açıqdır. Kim gəlsə imam gözləyir. Görüşməyənlər mənim kimi getmək istəməyənlərdir və gedə bilməyənlərdir ki, imamla görüşənmirlər. Allah bu mövlud gecəsində hər nə qəlbimizdə narahatçılıqlar varsa, hər nə vəsvəsələr varsa, hər nə çətinliklər varsa, Allah'a and verirəm Həzrət Zəhranın son yadigarı İmam Zaman əleyhissalama. Allah onun zuhurunu təzil eləsin. Allah onun görüşün bizim hər birimizə qismət eləsin.